Dəyərli dostlar, bugün sizə elə bir mənzil təqdim edəcəm ki, maraqla seyr edəcəksiniz. Nərimanovda şəhərin mərkəzi, Heydər Əliyev və Konqres Mərkəzinin tam qarşısında Sweet House Premium binadayıq. Bura mənzilin giriş hol hissəsidir. Qeyd edim ki, 200 kvadrat, 3 otaqlı bir mənzildəyik. Mənzil premium təmirdir. İndi isə ən gözəl güşəsini sizlərə göstərəm. Bu gözəlliyə bir baxın. Vitraj pəncərələr, şəhər ayağınızın altında, mebellər, əşyalar çox fərqli, maraqlı. İndi mənzərəsini də sizlərə göstərəcəm. Qonaq otağı bu formadadır. Oradan mətbəx hissəsinə də giriş-çıxış qoyublar. Çox maraqlı dizayn ediblər. Təkcə elə bu mənzərəyə nə desəz deyər. Bu mənzərəyə bir baxın. Dəniz və şəhər ayağınızın altında. Bura isə dəyərli dostlar Təbriz küçəsidir. Balkonu çox gözəl. Buradan siz yataq otağına da giriş-çıxış mövcuddur. Mənzilin dizaynı və mebelləri möhtəşəmdir, bir-birini qəşəng tamamlayır. Mətbəxi isə dəyərli dostlar, həm qonaq otağından bu twist-end qonaq otağı ilə mətbəxi ayırır. Öz əlbəttə ki, qapısı da mövcuddur. Mətbəxə bir baxın siz, möhtəşəm. Mərkəzində gözəl bir ada yerləşdirilib, çox böyük bu formada. Mebelin daxilində bütün texnikalar var. Soyuducusu, sobası, hamısı brend markalardır. Burada qab yanı, paltar yanı da yerləşdirilib. İndi isə otaqları sizlərə göstərim. Burada girişin tam yanında gözəl boy bir dolaplar yerləşdiriblər. Qeyd etdiyim kimi şəxsi təmirdir. Adam özü üçün təmir edib, indi isə satmaq qərarına gəlib. Təkcə elə parketə bir baxın. Çox gözəl, keyfiyyətli bir parketdir. Yataq otağı bu formada. Arzulayan hər kəsə inşallah ki, Allah nəsib eləsin. Yataq otağının daxilində hamam otağı. Bu ehtimal ki, paltar qurudan da orada. Hala geri dönək. Çox gözəl dizayn olunub. Burada ümumi olan hamam otağı bu formada. Hətta aksesuarlarına bir baxaq. Çox keyfiyyətli, maraqlı dizayn olunub bu formada. Təmiri də təzə təmirdir, yəni belə deyim, köhnə təmir deyil. Bu da ikinci olan yataq otağı. Burada bir yüzgülü şüşə dolab, yataq dəsti. Burada bir şüşə dolab daha. Az öncə göstərdiyim eyvana buradan çıxış da mövcuddur. Maraqlanırsa bu mənzillə ətraflı məlumatları qeyd edəcəm. Maraqlanan şəxslər bizimlə əlaqə saxlasın. Nömrəmi sizlər üçün qeyd edəcəm. Sağ olun, salamat qalın.